Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Paket qubçalı, kürsülü qoşadaşla inşa olunmuş 5-6 daş kürsülü qubçası olan evə qeydiyyata düşə biləcəyimiz 2 otaq geniş, yəni geniş otaqlara sahib olan bax belə bir gözəl həyət evimiz satışa çıxarıldı. Bir maşınlıq həyəti də var, qoşadaşla tikilib, kürsülüdür. İstilik sistemi, kombi xətləri çəkilib, izləyicilər belə bir geniş həyəti var. Həyətdə istifadə üçün su krantıdır. Deməli, tam etlə döşənib izləyicilər. Burada həyətin yağışlığı da var. İstilik sistemində kombin aparatı bura qoyulacaq. Kürsülüdür, zirzəmisi də hündürdür. 5-6 daş kürsülü də izləyicilər qoşadaşdan inşa olunub, tam təmirlidir. Yola 50 metr məsafəsi var. Masazırda giriş sağ yuxarı massivdə də 6 nömrəli məktəbə yaxın ərazidə yerləşir. Yaxınlıqda işləyən marşrutlar 569 sayılı marşrutu Qum bazarına, deməli, Oğuz kafeyə, A5 massivinə yaxın ərazidə yerləşir. Bağçalı evlərə də buradan məsafə var. 5 nömrəli məktəbə də buradan getmək olur. Bu hissəsi qonaq otağıdır. Böyük qonaq otağı var. Kvadratı çox qəşəng, genişdir. İstəsəz, deməli, əzizləyicilər, 3 otaq studiyada eləyə bilərsiniz. Şəbəkə pəncərəsi, gizli pərdə yeri də qoyulubdur. İşıqlandırılma, qapıların gözəl ağ rəngdə seçilməsi, dizaynı, hamısı otaqlar bir-birini tamamlayır. Koridordan əzizləyicilər, burada solda hamam otağıdır. Hamam otağıdır. Aksesuarlarda kombi radiatorlardır. Onları özünüz alacaqsınız. Bu hissəsi də əzizləyicilər, gördüyünüz kimi, bu hissəsi də mətbəxidir. İstilik sistemdə kombidir, xəttlər hamısı çəkilibdir. Qiymət otaqlar, bu 2 otaqlara geniş olduğu üçün, yola yaxın olduğu üçün və qubçalı olduğu üçün qiymət 58 mindir. Real alıcı ilə də yaxşı endirim olacaq, razılaşma olacaq. Burada böyük yataq otağımızda izləyicilər. Otaqları çox böyükdür, yəni 2 otaq, böyük otaqlar hazırda tapmaq çox çətindir. Paket qubçadır, evə də qeydiyyata düşə bilərsiniz, ipotekaya da yararlıdır. Nömrəmiz WhatsApp səng eyni nömrədir. 054 73 45 09. Satışda başqa evlərimiz də var. Satılan əmlakınız varsa müraciət edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun, Allah sizi qorusun.